Bu dəfə kargo açmırıq, bitirdiyim məhsulları dəyərləndiririk. İlk öncə başlamaq istəyirəm Morphosdan. Bunu təbii ki, hamı bilir, çox sevərək də istifadə edirəm. Saçlara həqiqətən də çox böyük təsiri var. Daha sonra Kremko'nun bu üzümə gelib, bunu mən çox bəyənirəm. Yəni siz alıb yoxlaya bilərsiniz. Trendyolda endirimli qiymətə almışdım. Daha sonra Elsevin bu saç maskasını. Bu maskanı əslində bitirmişəm, amma yəni belə də wow bir təsirini görmədim. Daha sonra Body Shop'un bu neydi bu? Hə, duş geli. Bunu bəyənmədim. Niyə bəyənmədim? Əslində pis duş gel deyil, normal duş geldir. Sadəcə olaraq bu qiymətə dəymir. Yəni siz bu qiymətə daha yaxşısını tapa bilərsiniz və yaxud da ki, daha aşağı qiymətə bundan eyni effekt verən duş gelini tapa bilərsiniz. Zaten bir qalıcılığı yoxdur, yəni əlavə heç bir performansı yoxdur. Mənim ən sevdiyim skrablardan biri budur. Bunu daha öncə də paylaşmışdım. Çox sevərək istifadə edirəm. Biraz yağlıdır, qış ayları üçün daha uyğundur. Allah, ən sevmədiyim skrab bu. Ben bunu almışdım. Bunun videosunda paylaşmışdım. Bu ay istifadə edə bildim. Yəni kaş almazdım. Kaş almazdım. Yəni organik falan nə bilim belə yazmışlar, amma qəpiklik deyil. Səbənet demək lazımsa. Eynən onun nəmləndiricisi də bu da bir işə yaramır. Ən sevdiyim bu aralar istifadə etdiyim nəmləndirici Kremko. Çox yüngül teksturası var. Yəni belə su bazlıdır və çox bəyənirəm. Mütləq şəkildə məncə alın siz də yoxlayın. Bir ara L'Oreal istifadə edirdim. Bu ay bacım L'Oreal'ı bitirib, mən Kremkonu. Bu daha ağırdır teksturası. Yəni mən ona görə bunu artıq bəyənmirəm. Kremkonu daha çox bəyənirəm. Və təbii ki, ən sevdiyim şampun. Olmazsa olmaz. Bunu yeni kəşf eləmişəm bir neçə aydır. Yəni bu ay bu şampundan 2 dəfə 2 qap bitirmişəm. Bunun dibində qab kaş istifadə edərdim. Yəni bu qədər. Növbəti videolarda görüşərik. Hələlik.